Üçbucağın daxili bucaqlarının cəmi. Üçbucağın iki tərəfinin, bilirik ki, 3 dənə tərəf var. İki tərəfinin əmələ gətirdiyi və onun daxilində qalan bucaq. Məsələn, biz üçbucaq çəkdik. Bu üçbucağın iki tərəfinin bu tərəfi ilə bu tərəfini götürürük. Bu iki tərəfin əmələ gətirdiyi və onun daxilində qalan bucaq üçbucağın daxili bucağı adlanır. Bu birinci daxili bucaq. Digər bu tərəflə indi bu tərəfini götürsək, onların daxilində qalan bu ikinci bucaq, bir də bu yuxarıdakı təpədən çəkilən tərəflərin arasında qalan bucaq, bu da üçüncü bucaq. Yəni 3 dənə daxili bucağı var. Və bu daxili bucaqlara qonşu olan bucaq isə üçbucağın xarici bucağı adlanır. Yəni birin qonşusu çəkmək üçün bunun tərəfini düz xəttini uzadırıq. Bu bunun qonşusu olur. Bu olur bunun xarici bucağı. Bunları da fərqləndirmək üçün belə bucaqların ölçüləri fərqli olsa, bu birinci, 2-yə 2 dənə xətt qoyaq, 3-ə 3 dənə xətt qoyaq ki, fərqli bucaqlardır. İndi ikinci xarici bucağına uyğun bu 2-yə qonşusu, bunun xəttini uzadırıq. Bu 2-nin xarici bucağıdır. 3-ün xarici bucağı isə yenə bunun tərəfini uzadırıq. Bunun qonşusu olur bu 3-ün xarici bucağı. Sonra üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Yəni bucaq 1, üzərinə gəl bucaq 2 və üzərinə gəl bucaq 3 bərabərdir 180 dərəcəyə. Yəni bunu əsaslandıraq. Tək ki bu üçbucağın tərəflərini adlandırım A, B, C. Üçbucağın B təpəsindən AC oturacağına paralel bir düz xətt çəkək. B təpəsindən AC oturacağına paralel. Yəni bununla bu bir-birinə paraleldir. Bu ikisi paralel olduqda və AB onu kəsən olsa, iki paralel düz xətti üçüncü ilə kəsdik. Kəsdikdə bucaq, bu bucaq 3-ə, buradakı daxili çarpaz bucaqlar bərabərdir. Buradakı bucaq bərabər olur. Yəni burada 3 olacaq. Digər tərəfdən yenə 2AC ilə bu düz xətt paraleldir. Bu isə onu kəsəndir. Kəsən olduğundan bu bucaq 1 ilə bu bucaq yenə daxili çarpaz bucaqlardır. Daxili çarpaz bucaqlar bərabərdir. Burada 1 olacaq. Və baxın, bu qırmızı düz xəttin əmələ gətirdiyi bucaq açıq bucaq olur. Biz də bilirik ki, açıq bucağın dərəcə ölçüsü 180-dir. Yəni bucaq 1 üzərinə gəl, bucaq 2 üzərinə gəl, bucaq 3 bərabərdir 180 dərəcə. Bunlar da elə üçbucağın daxili bucaqları olduğuna görə alırıq ki, üçbucağın daxili bucaqlarının cəmi də 180 dərəcəyə bərabərdir. Gəlin çalışmalara baxaq. Burada tənlik qurmalıyıq. Bilirik, daxili bucaqların cəmi 180 dərəcədir. Yəni 70 dərəcə üzərinə gəl 42 dərəcə üzərinə gəl M bərabərdir 180 dərəcə. Buradan 112 dərəcə üzərinə gəl M bərabərdir 180 dərəcə. M də bərabərdir 180 minus 112 dərəcə. 112 dərəcə. O da bərabərdir 68 dərəcə. B bəndi 15 dərəcə üzərinə gəl 122 dərəcə üzərinə gəl X bərabərdir 180 dərəcə. Bunları topladıq. 137 dərəcə üzərinə gəl X bərabərdir 180 dərəcə. 180-dən çıxırıq 137-ni. X bərabərdir 180 dərəcə çıx 137 dərəcə. X da bərabərdir 43 dərəcə. C bəndində baxın, bu bucağın dərəcə ölçüsünü verməyib. Bu 90 dərəcə deməkdir, düz bucaqdır. Ona görə 20 dərəcə üzərinə gəl 90 dərəcə. N bərabərdir 180 dərəcə. Burada 110 dərəcə üzərinə gəl N 180 dərəcə. N də bərabərdir 180 dərəcə minus 110 dərəcə. N bərabərdir 70 dərəcə. D bəndində 50 dərəcə üzərinə gəl 50 dərəcə üzərinə gəl C bərabərdir. Bu həm də bərabər yanlı üçbucaqdır. Çünki oturacağına bitişik bucaqlar bərabərdir. Yəni bu tərəflər də bərabər olur. Buradan
100 dərəcə üzərinə gəl C 180 dərəcə, C də bərabərdir 80 dərəcə. İkinci çalışmada üçbucağın tələb olunan bucağının dərəcə ölçüsünü tapın. Bizdən A, B, C, yəni bu bucağı istəyir. Biz elə X-i tapmağımız kifayətdir həmin bucağı tapmaq. Demək, yenə də tənlik quracaq. 60 dərəcə üzərinə gəl. X üstə gəl 10 dərəcə üzərinə gəl. X bərabərdir 180 dərəcə. 2 dənə X üzərinə gəl 70 dərəcə 180 dərəcə. 2X bərabərdir 180-dən 70-ə çıxdıq 110 dərəcə. X da bərabərdir 55 dərəcə. Deməli, A, B, C bucağı oldu 55 dərəcə. İkincidə 35 dərəcə üzərinə gəl, A üzərinə gəl 45 dərəcə, yenə 180 dərəcə. A üzərinə gəl 35 ilə 45 80 dərəcə elədi, 180 dərəcə. A da bərabərdir 100 dərəcə. Bizdən MPN bucağını istəyir, yəni bu bucağı istəyirdi, elə A-nı istəyirdi, bu da 100 dərəcə. Üçüncüdə Y üzərinə gəl, Y üzərinə gəl 3Y bərabərdir 180 dərəcə. 1, 2, bu da 3. 5Y bərabərdir 180 dərəcə. Y də bərabərdir 36 dərəcə. Bizdən KLM, yəni bu bucağı istəyir. Bu bucaqda 3 dənə Y-dir. 3Y, 3 vurulsun 36, 108 dərəcə. Yəni verilənə mütləq diqqət edin ki, görün şərtdə biz yəni cavabı tapmaqla həmin bucağı tapmış olmuruq. Bəzən gördünüz digər 3Y istədi deyə 3-ə vuraraq tapmalıyıq. Üçüncü, nömrələnmiş bucaqlardan hansının daxili, hansının xarici? A bəndində 1, 2, 3 daxili, 4 və 5 isə xarici. B-də 1, 3 daxili, 2 görürsünüz xaricdədir, 4 xaricdədir, 5 xaricdədir, 2, 4 və 5. Amma burada 1-in qonşusu 5-dir, 4 onunla bərabərdir. Ona görə 4-ü xarici götürməyəcək. 2 və 5 xarici olacaq. 2 və 5 xarici bucaq olur. Xarici. 1 isə 4-lə qarşılıqlı bucaqdır. Digərində 1, 2 daxili, 1-in qonşusu 5-dir. 5, 2-nin qonşusu 4-dür. 4 və 5 xarici, 3 isə 2 ilə qarşılıqlı bucaqdır. 4-də tələb olunan bucaqları tapın. Bucaq 1. Bucaq 1-i daxili bucaqların cəmindən istifadə edib tapırıq. Yəni 60, üzərinə gəl 80, üzərinə gəl x, ya bucaq 1 yazaq. Bucaq 1 bərabərdir 180 dərəcə. Buradan bucaq 1 bərabərdir 180-dən 140-ı çıxırıq 40 dərəcə. Bunu tapdıq 40 dərəcə. Bucaq 2 onun qonşusudur, xarici bucaqdır deyə 140 dərəcə. Bucaq 3 də 80-in qonşusudur, o da olacaq 100 dərəcə. B bəndində 150 dərəcə xarici bucaqdır, 1 onun qonşusudur, bura olur 30 dərəcə, çünki cəmləri 180 olmalıydı. 40 üzərinə gəl, 30 üzərinə gəl, bucaq 2 180 dərəcə olmalıdır. Buradan bucaq 2 bərabərdir 180-dən 110 dərəcə, bura 110 dərəcə, 3 onun qonşusudur, olur 70 dərəcə. Deməli, bucaq 1 30 dərəcə, bucaq 2 110 dərəcə, bucaq 3 isə 70 dərəcə. 2 130-un qonşusudur deyə, bura 50 dərəcə olacaq. 1 118-in qonşusudur, 62 dərəcə.
3'ü tapmaq üçün 50 dərəcə üzərinə gəl 62 dərəcə üzərinə gəl bucaq 3 bərabər olur 180 dərəcəyə. Onda bucaq 3'ü tapmaq üçün bucaq 3 bərabərdir 180 dərəcə minus 112 dərəcə. Bucaq 3 bərabər olur 68 dərəcə. Bura oldu 68 dərəcə. Bucaq 4 də onun qonşusudur deyə 180-dən çıxırıq 68-i. Bu da olacaq 4-də 112 dərəcə. Deməli, bucaq 1 oldu 62 dərəcə. Bucaq 2 50 dərəcə. Bucaq 3 68 dərəcə. Bucaq 4-də 112 dərəcə. Bərabər yanlı üçbucağın xassələrindən istifadə etməklə məchul bucağı tapın. Bilirik, bərabər yanlı üçbucağın oturacağına bitişik bucağı bərabərdir. Oturacağı da bərabər olmayan tərəfidir. Baxın, bu şəkildə elə bunun oturacağı iki tərəfinə bərabər qoyubsa, deməli oturacağı AC-dir və bu AC-yə bitişik bucaqlar bərabər olur. Bu 40-dırsa, bu da 40 olur. Sonra tənlik qurub həll edirik. Bunun həlli var. Gəlin A bəndinə baxaq. Deməli, bərabər tərəflər bunlar verilib. Onda AB bunun oturacağı olacaq. AB oturacaqsa, oturacağa bitişik bucaqlar bərabərdir. Burada olacaq 65 dərəcə. Yəni 65 dərəcə üzərinə gəl 65 üzərinə gəl M 180 dərəcə. Buradan M bərabərdir. 180-dən 130 çıxırıq 50 dərəcə. B bəndində yenə bunlar bərabərdir. Onda oturacağı olur M-in. Oturacağı bitişik bucaqlar bərabərdir. Bu N-dirsə, bu da N olacaq. Onda N üzərinə gəl 140 bərabərdir 180 dərəcə. 2N bərabərdir 180-dən 140-a çıxdıq 40 dərəcə. N bərabər olur 20 dərəcə. Digər bu 90 dərəcə. Yəni bunu düz bucaq işarəsi qoyub. Bunlar bərabər tərəflərdir. Deməli, oturacağı budur. PT oturacaqdır və ona bitişik bucaqlar onda bərabər olur. Bu x-sə burada x olacaq. X üzərinə gəl 90 bərabərdir 180 dərəcə. Buradan 2x bərabər olur 90 dərəcə. X də bərabərdir 45 dərəcə. Yenə FH-la FG bərabərdir. Onda GH bunun oturacağı olur. Oturacağa bitişik bucaqlar bərabər olur. Yəni, bu da C üstə gəl 30 dərəcə olacaq. Onda C üzərinə gəl 30 dərəcə, C üzərinə gəl 30 dərəcə bərabər olur 180 dərəcə. 3C üzərinə gəl 60 dərəcə, 180 dərəcə. 3C bərabərdir 180-dən 60-a çıxdıq 120 dərəcə. C də bərabərdir 40 dərəcə. Suallara cavab verin. A bəndi. Üçbucağın bucaqlarından biri 40, digər bucaqlarından biri isə o birindən 30 dərəcə böyükdür. Deməli, 3 dənə bucaq var. Birinci 40 dərəcə, ikinci digər bucaqlarından biri o birindən bilmirəm. Bu x olsa, üçüncü də bundan 30 dərəcə böyük olur. Bu bucaqlarının cəmi də 180-dir. Yəni 40 üzərinə gəl, x üzərinə gəl, x üzərinə 30 dərəcə, 180 dərəcə. 2x üzərinə gəl, 70 dərəcə, 180 dərəcə. 2x bərabər olur 110 dərəcəyə, x da bərabər olur 55 dərəcə. Bu üç bucağın ən böyük bucağını istəyir bizdən. Deməli, birinci bucaq 40 dərəcə idi, ikinci oldu 55 dərəcə, üçüncü isə 85 dərəcə. Bizdən də ən böyüyünü istədi deyə cavabımız olur 85 dərəcə. Bərabər yanlı üçbucağın kör bucağı iti bucağından, deməli bunun bərabər yanlı üçbucağın kör bucağı bir dənə ola bilər. Kör bucağı iti bucağından 4 dəfə böyük. İtini x işarələsəm, bura 4x olur. Bir dənə iti bucağı olar deyə, bir dənə kör bucağı olar deyə digərləri iti olmalıdır. Onda itiləri x desək, olacaq x üzərinə gəl 4x bərabərdir 180 dərəcə. 6x bərabərdir 180 dərəcə, x bərabər 30 dərəcə. Bucaqları neçə dərəcədir? Deməli 30 dərəcə, 30 dərəcə, 4-ü də vururuq 30-a, 120 dərəcə.
C bəndində üçbucağın bucaqlarının dərəcə ölçüləri nisbətindədir. Yəni 2x üzərinə gəl 3x 7x bərabər olur 180 dərəcə. Buradan 12x bərabər olur 180 dərəcə. X da bərabərdir 15 dərəcə. Ən böyük bucağı ən kiçik bucağından neçə dərəcə böyükdür? Ən böyük 7x-dir, ən kiçik 2x-dir. Yəni 7x minus 2x 5x, biz bunu tapmalıyıq. 5 vurulsun 15 bərabər olur 75 dərəcə. Və ya bir yerinə qoyub da tapa bilərdiniz. 2x bu olacaq 30 dərəcə. 3x bu olur 45 dərəcə. 7-ni də 15-ə vururuq 105 dərəcə. Bizdən də böyüklə kiçiyin, yəni 105-dən çıxırıq 30 dərəcəni, bu da olur yenə 75 dərəcə. Bərabər tərəfli üçbucağın bucaqlarının bərabər olduğunu necə əsaslandırmaq olar? Bərabər tərəfli üçbucağı, gəlin demək, bərabər yanlı üçbucağın xassəsindən istifadə edək də. Bax, AB ilə əgər AC bərabərdirsə, deməli BC oturacaqdır. Ona bitişik bucaqlar bərabər olmalıdır. Yəni bu bucaqla bu bucaq bərabər olur. Ta ki bunlara bir x desək, bu da x olacaq. İndi digər tərəfi götürək. BC digər tərəfi, bax bunu götürək. BC ilə AC yan tərəf olsa, yəni bununla bu bərabər olsa, AB oturacaq olur. Onun da oturacağı biçik bucaqları bərabər olur deyə bu da x olur. Gördük, bucaqların üçü də x oldu. Buradan alırıq x üzərinə g, x üzərinə g, x 180 dərəcə, 3x 180 dərəcə, x da bərabərdir 60 dərəcə. Yəni bərabər tərəfli bucağın hər bucağının dərəcə ölçüsü 60 dərəcəyə bərabərdir. Qeyd edim, belə yaza bilərsiniz. AB və konqruent yazaq. AB konqruentdir AC olduqda bərabər yanlı üçbucaq olur. Onda bucaq B konqruent olur bucaq C-yə. Digər tərəfdən AC konqruent BC desək, bərabər yanlı üçbucaq olur. Onda bucaq A konqruent olur bucaq B-yə. Bunların da hamısı bir-birinə, bax, bu ikisindən də alırıq ki, bucaq A ilə konqruentdir bucaq C-yə. Bucaqların üçü də bir-birinə bərabər oldu deyə doldu 60 dərəcə. ABC bərabər tərəfli üçbucağında, deməli bunların hamısının tərəfi bərabərdir, bucaqlar da oldu 60 dərəcə. Bundan əvvəlki çalışmamızda tapdıq. B bucağı 1/2 nisbətindədir. Yəni x üzərinə gəl 2x bərabər olur 60 dərəcə. 3x 60 dərəcə, x bərabərdir 20 dərəcə. Deməli bu hissə 20 dərəcədir, bu hissəyə qalır 40 dərəcə. Bizdən istəyir bucaqlarının bucaq ABD bərabərdir ABD 20 dərəcə. Bucaq DBC DBC ortada qalana baxırıq da 40 dərəcə. Bucaq ADB ADB, bax bu bucağı istəyir. Bu üç bucaqdan deməli 180 dərəcədən çıxırıq, 60 dərəcə üzərinə gəl 20 dərəcə, o da bərabər olacaq 100 dərəcə. Bir də bucaq BDC BDC bu bucağı istəyir. Buranı 100 dərəcə tapdıqsa, onun qonşusu da olacaq 80 dərəcə. Bu da oldu 80 dərəcə. Növbət 9-cu sualımız. KLM üçbucağında LN parçası onu bərabər yanlı və bərabər tərəfli üçbucaqlara ayırır. Bu şəkildən baxırıq ki, LN bunlar bərabər yanlı olar. Yəni üçbucaq LNM bərabər yanlı, üçbucaq KLN isə bərabər tərəfli olar. Bununla bunu bərabər yanlı götürsək, deməli bu bucaq oturacağına biçik bucaqları bərabər olur. Bunu da qeyd edək.
digəri bərabər tərəflidir deyə, onda bunlar da hamısına bir xətt qoya bilərik, yəni bərabərdirlər. KLM üçbucağının bucaqlarını, yəni böyük üçbucağın bucaqlarını tapmaq. KLN bərabər tərəfli olduğuna görə bunun bucaqları olur 60 dərəcə, 60 dərəcə, bu da 60 dərəcə. N'in bura qonşusu oldu 120 dərəcə. Bu bərabər yanlı olduğuna görə bunlara x desək, yəni x üzərinə gəl 120, 180 dərəcə olacaq. 2x bərabər olur 60 dərəcə, x da bərabər olur 30 dərəcə. Yəni bu x-ların yerinə də tapdıq 30 dərəcə, 30 dərəcə. Bizdən isə böyük üçbucağın bucaqlarını istəyir. Onda bucaq K bərabər olur 60 dərəcəyə, bucaq M bərabər oldu 30 dərəcə, bucaq L bərabər oldu 60 ilə 30-un cəmi olacaq orada 90 dərəcə. Həqiqətən də üçünü də toplayanda görürük ki, cəmi 180 dərəcə oldu.